Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, xoş gördük sizləri. Bugün az ərzaqla çox dadlı şorba hazırlayacağam. Bunu necə hazırlayacağam? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. Ərzaqlarımız nədən ibarətdir? 1 ədəd soğan, 2 ədəd kartof, 1 ədəd yer kökü. Çox az ərzaqla, amma çox dadlı, tutumlu bir şorba hazırlayacağam. Hal-hazırda Ramazan ayındayıq. İftar üçün çox gözəl, tutumlu bir yeməkdir. Nə edirəm? Soğanımızı gördüyünüz kimi xırda-xırda doğradım. Üzərinə yağ əlavə edib bunu qovrulmağa qoyuram. Bu şorbadan hər kəs hazırlaya bilər. Çünki bu ərzaqlardan hər kəsin evində var. Çox dadlı bir şorbadır. Kartofu da iri formada doğrayıram. Çünki bunları blenderdən keçirdəcəm. Əgər sizdə kartof böyük olarsa, 1 ədəd də əlavə edə bilərsiniz. Ərzaqlarımızın miqdarını azaldıb və yaxud çoxalda da bilərsiniz. Soğanımız biraz qovrulur. Soğanımız qazanda qovrulana qədər yer kökünü də doğrayıram. İstədiyiniz formada doğraya bilərsiniz. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Soğanımız biraz qovruldu. Üzərinə yer kökünü əlavə etdim. Yer kökü ilə də biraz qovururam. Sonra kartofu əlavə edirəm. Kartofla da biraz qovururam. Və üzərinə qaynanmış qaynar su əlavə edirəm. Dediyim kimi, asan və tez başa gələn çox dadlı bir şorbadır. Mən içərisinə 1 ədəd tərəvəzli qalina blanka əlavə edəcəm. Siz buna bulyon da əlavə edə bilərsiniz. Yeməyimizi qoydum qaynamağa. Burada yeməyimiz üçün 1 qaşıq un götürmüşəm. 1 ədəd yumurta, 3 yemək qaşığı qatıq. Bunları yaxşı-yaxşı qarışdırıram. Bu qarışımı da şorbanın içərisinə əlavə edəcəm. Bu şorba səhifələrin birindən qarşıma çıxdı və mən də qərara gəldim ki, bunu hazırlayım. Az ərzaq olmağına baxmayaraq hazırladım. İlk dəfə idi ki, hazırladım və çox dadlı, ləzzətli bir şorba alındı və bəyənərək bunu yedim. Yeməyimiz artıq qaynayır. Üzərinə duzunu, istiotunu əlavə edirəm. İstiot da özüm hazırladığım istiotdur. Ərzaqlarımız bişəndən sonra bunları blenderdən keçirdirəm. Artıq blenderdən də keçirtdim. Gördüyünüz kimi möhtəşəm bir görüntüsü var. Hazırladığım qarışımın üzərinə yeməyimizdən 1-2 qaşıq əlavə edib qarışdırıram ki, qarışımı şorbaya əlavə edəndə çürüməsin. Çünki tərkibində qatıq var. Əgər bunu belə etməsək, çürüyə bilər. Bunu da yenidən yeməyimizin içərisinə əlavə edirəm və bir yandan da qarışdırıram. Artıq qaynamaq üzrədir. Üzərinə sarı kök əlavə etdim.
Artıq yeməyimiz bişdi, qaynayır, hazır oldu. Üzərinə mən quru nanə əlavə edəcəm. Siz istəsəz kişniş də əlavə edə bilərsiniz. Quru nanəni ovaraq əlavə edirəm. Gördüyünüz kimi möhtəşəm görüntüsü, möhtəşəm dadı oldu. Və qabımıza servis edirəm. Bu da bizim az ərzaqla tez başa gələn iftar süfrəsinə hazırladığım şorbamız hazır oldu dəyərli izləyicilərimiz. Hazırlayacaq olan hər kəsə nuş olsun. Hələlik bu qədər. Sağ olun. Allah əmanət olun.